Həftəlik bürcülər 30 iyundan 7 iyula doğru dolça əkizlər tərəzi bürcünün hava ünsürlərini nələr gözləyir? Baxaq. Birinci dolçalardan başa dolçalar gözünüz aydın olsun. Buzlar yavaş-yavaş əriyir. Çünki istədiyiniz içində sevgi, insanlara rəftar, insanlarla qarşı ünsiyyətinizdə çox böyük pozitiv bir məqamda olacaqsınız. Yəni belə deyim də, külək ha tərəfə əsəcəksiniz, o tərəfdə fokuslanacaqsınız. Özünüzü bumerang formasında dəyişəcəksiniz, aktivləşdirəcəksiniz, yeniləyəcəksiniz. Sadəcə mən narahat edən bəzi nüanslar, dolçalar nədir? Qorxularımız bizim qabağımızda gələcəyimizi bu bloka sala bilər. Bunu etmir. Ən çox da axşam vaxtı beynimizdə bəzi insanların fikir düşüncələri o qədər. Bu həftə beynimizi işə salmayaq. Çox xahiş edirəm. Bu həftə məntiq həftəsi deyil. Bu həftə sevgi həftəsidir. Bu həftə romantik həftəsidir. Bu həftə çoxalma həftəsidir. Yəni sosiallığınızı, ətrafınızı, insanları çoxaltmağa çalışın. Çünki həftənin sonlarına doğru zaten evren sizə qarşı bir balaca sirkələmə baş verəcək. Sanki belə deyim də, özünüz geriyə doğru çəkiləcəksiniz. Bəzi nüansları ağıllı formada aparmağa çalışacaqsınız. Çünki keçmişdən bir balaca yarımçıq qoyduğunuz bir qapı var ki, həmin qapı sizi sirkələyə bilər. Yolla, yerlə, məsafə ilə əlaqədar nə düşünürsünüz, tam aktiv formada gedə bilər. Boğaz sistemimizdən başlayaraq nəfəs, mədə-bağırsaq sistemimizdə narahatçılıqlarımız başlayacaq. Bunun bir dənə qabağımızı alırıq və istədiyimiz hər bir şey yemirik. Ümumi dəyərləndirsə 76%-ə qədər həftənizi dolçalar uğurlu edə bilərsiniz. Əkizlərə gələndə mənim üçün əkizlər bu həftənin ən uğurluları sizsiz. Bu demək deyil, mən deyirəm, amma deyirsiniz ki, yox, biz elə deyilik. Bu 80-90% əkizlərə aiddir ki, yəni bu həftənin uğuruna istifadə edə bilərsiniz. Ən çox da pul, maddiyyat, özünüzü göstərmək, müdür, vəzifədə, aktivləşmədə, nə istəyirsinizsə sənət, sünnətlə əlaqədar yaxşı işıqdır da. Yəni maddiyyat qapıları zaten açılıb sizə, siz də bu qapılardan istifadə etməlisiniz. Sadəcə və sadəcə ailəvizə və özünüzə bəzi xoşa gəlməz danışıqlar, bəzi xoşa gəlməz təsirlər, müdaxilələr o qədər çox olacaq ki, özünüzü təzyiqdə, başqa insanların fikir və düşüncələrini təzyiqində hiss edə bilərsiniz. Buna qətiyyən icazə vermişsiniz və biraz ətrafınızdakı insanlara fikir verin. Eyni insanların eyni mühitdə, eyni yerdə ətrafınızda çox olduğunu görəcəksiniz. Bu da məlumatlandırma məqsədindən sizdən istifadə edə bilərlər. Buna fikir verin. Ümumi gözəl həftədir. Çox dərin dəyişmək istəmirəm, çox qarışdırmaq istəmirəm. Sadəcə olaraq belə deyim də, onurğanın aşağı hissəsində narahatçılar və başınızda bəzi baş ağrıları ola bilər. O da migren, qarmalit ola bilər və yaxud da nevroloji ola bilər. Bunlar qorxulu deyil, amma bunun qabağını alacaqsınız. 86-87% qədər əkizlər həftənizi uğurlu edə bilərsiniz. Gəldik tərəzilərə, tərəzilər, nəfsinizin qurban olacaqsınız. Bu həftə özünüzə yox deyin. Olmaz, istəmirəm, yox, lazım deyil, gəlməyin, aktivləşdirməyin. Bu həftə boş arzu xəyal qurmayın. O qədər illüziya quracaqsınız ki, heç bir də həyata keçməyəcək. Çünki tərəzilərin ən böyük problemi nəfsini idarə etməməzliyidir. Nəfsinizin qurbanı ola bilərsiniz. İstəmədiyiniz yollara, istəmədiyiniz addımlara, pulla, maddiyyatla, şəxsiyyətlə əlaqədar olaraq negativ tərzdə ola bilərsiniz. Bu həftə tərəzilər övladlarınızla və yaxud da uşaqlarla, uşaqlara yaxşılıq etmə, hədiyyə alma, onlara təsir etməklə mükəmməl bir zamanda ola bilərsiniz. Həftənin sonlarına doğru xəzinənin ağzı açılacaq. Yəni bu demək ki, həftənin sonlarına doğru pulla, maddiyyatla bağlı nə gözləntiniz varsa, o sizə doğru gələcək və bu xəzinə formasında aktivləşəcək. Öz kölgəvinizdən biraz ehtiyatlı olun. Yəni ətrafınızda elə bir insanları kölgə kimi, dost kimi, qardaş kimi aktivləşdirə bilərsiniz və yaxud əziziniz kimi. Bunların hamısı boşdular. Bu həftə təksiz nəfsinizin qurbanı olmağı aktivləşdirməyin. Maşınla əlaqədar bəzi problemlər ola bilər, yolla əlaqədar bunlara icazə vermirik. Sağlamlıqla əlaqədar mənim çox da belə narahat edən bir nüans yoxdur. Sadəcə nəfəs almamızda biraz problem var. Bu nədəndir bilmirəm. Kilodan da ola bilər və yaxud da nəfəs alma, boğaz, nəfəs sistemimizdə də biraz sistemdə problem ola bilər. Ümumi dəyərləndirsə, alovla, odla da əlaqədar çox ehtiyatlı oluruq. Çoxdandır kimdənsə xəbər gözləyirsə tərəzilər, belə deyim də, onlardan xəbər alacaqsınız. Mütləq aktivləşin.